İranda yaşayan LGBT icmasının vəziyyəti kifayət qədər mürəkkəb və ağırdır. Ölkədə homoseksuallıq qanunla qadağan edilir və cəzası arasında edam da var. İnsanlar, queerlər və qadınlar dövlət tərəfindən yaxud ailələri tərəfindən işgəncəyə məruz qalırlar ya da məcburi evliliklər baş verir. Xüsusilə də yəni Azərbaycanlılar, oradakı Azərbaycanlılar istər dil baxımından deyək, istər mədəniyyət baxımından deyək, davamlı olaraq zülm görürlər. İndi düşünün də, queersiz, siz qadınsınız, siz LGBT-siz, siz iki qat bu zülmü yaşayırsınız. Bakı Avroviziyaya ev sahibliyi elədiyi üçün bir çox beynəlxalq tədbir təşkilatçıları da ölkədə əlavə tədbirlər planlaşdırmışdılar. Bu gey paraddan daha çox LGBT dostu məkanları tanıtmaq, kiçik sosial görüşlər təşkil etmək üçün olunan bir tədbir idi. I'm not happy with your answer. Are you sure that Azerbaijan can host all those gay-friendly and gay people to make it such a big party as it is in Düsseldorf? So we invite you three of you to Azerbaijan, and you're gonna answer your question yourself. I think it would be great. Thank you. I think yes. Həmin dövrlərdə İran dini liderlərindən bəziləri Azərbaycana qarşı çıxmış və müsəlman dünyasında belə qeyri-ənənəvi bir tədbirin keçirilməsini pisləmişdilər. Bu hadisədən sonra iki ölkənin arası pisləşmiş və LGBT icmasına qarşı yeni bir təzyiq metodu yaranmışdı.